İlk öncə hər kəsə salam. Uzun müddətdir ki, məndən açıqlama gözləyirlər ki, mən niyə 5-6 ay yaxındır ki, Azərbaycandayam, uşaqlardan ayrıyam. Səbəb yayda olan hadisə ilə bağlıdır. Buradan qarşı tərəfə bir daha başsağlığı deyirəm. Allah ailəsinə səbir versin. Mənimlə üzülənlər var. Mənim pis günümə sevinənlər də var. Susub durmuşdum və qanun qaydanın cavabını gözləyirdim ki, görüm mənim qanun qaydam nədirsə, mənim başım aşağıdır. Mən özümdən əminəm və arxasında dururam. Sadəcə mənim indi susmamaq səbəbim odur ki, mənə sosial şəbəkədə Instagram, TikTok olsun, mənə qarşı, mən də sizin millətinizəm, mən də sizin Azərbaycanınızam ki, fikir bildirirlər ki, Arzu qəza törədib, Arzu insanın qarşı tərəfin həyatını alıb və s. Buradan mən sizin əlinizi vicdanınızına qoyub, bu video kaydından sonra aylardır bu video məndə durur, amma sizə çıxardıb sesimi çıxartmadım. İndi mənim haqqıma girənlər, mənim balama qarğış edənlər, mənim bu 6 ayda yaşadığımı yaşayasınız. Qarşı tərəf mənə qarşı bir qara yığışma elədi ki, Arzu səbəbkardır. Mən buradan Azərbaycanıma səslənirəm. Artıq qanun olaraq heç bir qadağası olmadığı üçün, bu artıq istintaq videosu deyil. Bunlar artıq məhkəmədə qoyulub. Artıq mən bunu sizə göstərə bilərəm. Videonu qoymadan qabaq yolu sizə başa salım ki, siz videonu anlaya bilərsiniz. Sadəcə onu demək istəyirəm videoya baxmadan öncə. Ay məni qınayanlar. İndi əlinizi qoyun vicdanınıza və görün ki, haqq ədalət nədir. Mən göydə Allah, yerdə dövlətimə güvənirəm. Və buna mən %100 əminəm. Çünki haqq ədalət yerini tapacaq. Və bu videodan sonra, bu video artıq bugün məhkəmədə qoyulub. Bu videodan sonra artıq sizin vicdanınız danışacaq. Gəlin sizə bunu açıqlayayım, sonra da video qoyum. Cavablar artıq sizdədir. Demək, ayın iyun aylarında Mərdəkan yoludur, Qala yolu, ikili yoldur, ikili yol, dar yoldur. Bir yolda bir maşın gedir. Yəni, bir yolda yan-yana maşın gedə bilmir. Biri prosifdir, biri düz, hələ bil ki, biri mənim yolumdur, biri də stretchingdir, prosif gələn yoldur. Xət-xətdir, yəni dönmək icazəsi var. Mən Qala yolundan gəlirəm, düz yolumu, sürətim, oranın sürəti 60-60'dır. Mən orada 60-70 arası gəlirəm. Təxminən 100 metrə qabaq pavarotnikimi sola yandırıram və xəbərdarlıq bildirirəm ki, mən dönürəm. Arxadan gələn bir maşın, həmən ki o hadisədə dünyasını dəyişən insan, Allah ona rəhmət eləsin, gəlir məni abqon eləyir, yəni arxadan yüksək sürətlə, 100-dən çox olan sürətlə arxadan gəlir, keçir qarşı yola, yəni prosif yola, hansı ki, qarşı yolda istiqamətdə qarşı maşınlar gəlir. Keçir o yola, mən gəlirəm, pavarotniki 100 metrə qabaq yandırıram, sola dönmək istəyirəm, bu gəlir məni abqon eləyir, gedir deyir, bir tonluq hələ bil ki, 8 dənə, 1 tonluq daşları paramparça eləyir. 3 dəfə qabağımda aşır. Məni qınayanlar, Arzu niyə onda çıxıb getmirdi, niyə orada deyən? Mən insanam, mənim vicdanım var. Arzuya deyənlər ki, Arzu qaçıb gedib. Bu canlı yayında olan hadisədir. Arxada qız canlı yayın açmışdı. Ki, əlində belə canlı tutmuşdu. Mən orada dururam. Halım pisləşir. Mənim ətrafımda yüzücə yığılır, zəng olunur. Məni xəstəxanaya aparırlar. Xəstəxanada kağızlar, hamısı zaten bunlar hamısı məhkəmədə artıq qoyulub. Məni oyla iddiam eləyirsiniz.
siz vicdanınızla sınanasınız. Bu qəza videosunu siz gördükdən sonra zaten hər şey açıqdadır. Və mən artıq, yenə də deyirəm, mən bu 6 ay susmuşamsa, mən devlətimə güvənirəm. Mən vətənimə güvənirəm. Mən Azərbaycanın qanun qaydasına güvənirəm. Və bilirəm ki, haqq ədalət yerini tapacaq. Bu videonu 6 ay paylaşmamaq səbəbim də odur ki, çünki bu istintaq videosu idi. Buna icazəm yox idi. Amma artıq məhkəmədə, bugün məhkəmədə təqdim olduğu üçün burada heç bir qanunsuzluq yoxdur. Qarşı tərəf mənə qarşı nə qədər paylaşımlar elədiniz, Allah sizə səbir versin. Eybi yox. Amma məni qınayanlar, indi rul arxasında olar atalar, qardaşlar, analar, sizə səslənirəm. Sabah siz də o rulda ola bilərsiniz. İndi mənə deyin, görüm, mənim suçum nədir? Mən neylə təqsirlənirəm? Mən niyə 5 balamdan ayrı qalıram? Səbəb deyin. Yaxşı. Bunun cavabını kim verəcək? Videonu qoyacağım indi burada. Baxarsınız. Dediyim kimi, yol 60'lıq yoldur. Qarşı dünyasını değişən insan 100'dən çox idi sürəti. 3 dəfə aşır. Streçni yola keçir. Sürəti çox. Mənim maşınıma toxunmur. Məni neynə təqsirləndirirəm? Mənə 263.2 ilə 164 ilə məni iddam edirlər. 264'lüyü mən neynəmişəm? Mən hardan qaçmışam? Canlı yayında olan hadisədir. Canlı yayında 103'ə yığıblar. Oradan məni xəstəxanaya aparıblar. Hansı ki bir ay əvvəl mənim biletim, onlar hamısı təqdim olunub. Bir ay əvvəl mənim biletim gediş-gəliş alınıb. Çıxıb mən getmişdim, evə gedirdim ki, gedim bagajımı götürüm. Mən neynə təqsirləndirəm? İndi sizi buradan səslənirəm Azərbaycan xalqıma. Əlinizi qoyun vicdanınıza. Sabah sənin balan, sənin nəvən, sənin qızının və ya oğlunun başına gələ bilər. Bundan sonra cavab sizdədir. Hər kəsi buradan bağrıma basıram və düşünürəm ki, artıq aylar sonra mən açıqlamağımı bildirdim. Buyurun, siz də videoya baxın. Özünüz öz vicdanınızla cavab verin. Onun sürdüyü maşın Mercedes CL. Yəni onlar 3 tondan yuxarı olur. Mənim sürdüyüm maşınsa Çangan 700 kiloqramlıq. Yaxşı, o mənə toxunsaydı sizcə məndən bir tikə qalardı? Heç vaxt. Sonda kim təqsirlənir?